Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları 2000-ci il təvəllüdlü Əbuzər Əl-Mühacir dini ləqəbli Quliyev İlqar İlhamoğlu, 2005-ci il təvəllüdlü Abdürrəşid dini ləqəbli Piriyev Amin Elşadoğlu və 2005-ci il təvəllüdlü Abdurrəhman Əl-Azəri dini ləqəbli Əlizadə Elvin Sənanoğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranmışdır. Samimdeki kardeşlerimize Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah'ın izniyle biz beyat edirik, itaat edirik. Həqiqətən Allah üçün biz bunu edirik. Allah şahiddir ki, biz bu beyəti Quran əsasında veririk. Samimdeki kardeşlerim vasıtasıyla biz beyat edirik. Allah Müslümanların hamısını bir sözüyle birleştirsin. Allah kafir karşı bize qələbəni tezləşdirsin. Əxi, aləmlərin Rəbbin and olsun, əxi. Yəni, sən bu mənim yaşadığım hissləri yaşamalısan da. Hələ heç sinirləməmişim. Gəlirəm bir dənə şeydir, baxıb qaydacam. Əxi, vallahi bunu yaşamalısan. Adı çəkilən şəxslər IŞİD terror təşkilatının Vilayət-i Xorasan silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib, səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Dünyadakı bir neçə şeyləri görüb ondan ilhamlanmışdıq. Yəni, istər terror təşkilatları olsun, istər IŞİD. Mən Elvin Amin adında dostumla görüşüb bu məsələ haqqında düşünmüşəm. Yəni biz icraat eləmək istəmişik. Bizim əsas məqsədimiz səfirlikdə maşınlarına qarşı, yəni minməmiş də belə deyək, nəsə eləyək orada. Bu işdə mənə kömək eləyən Elvindən Amin. 2025-ci ilin sentyabr aylarında mən də bir maraq yaratmağa başladım. Bununla bağlı, yəni öz bir simpatiya yarandı bu işə qarşı məndə. Mən nəsə şeyin izinə düşdüm, bu dini radikal qrupların izinə düşdüm ki, mən bunları araşdırırım, yəni görüm bunlar kimdirlər, məqsədləri nədir, nəçidirlər. Mən bir dənə Instagramda xilafətin aslanlarında bir dənə səhifə açdım ki, yəni ona insanları özümə cəlb edeyim, yəni o əqidədə olan insanları özümə cəlb edeyim. Onlar 2025-ci il oktyabr ayının əvvəllərində mənə yazılar. Mənə yazılar ki, yəni belə sən də görürəm, bizim əqidədən sənlə tanış olmaq istəyirik. Mən də onu qəbul elədim. Elvin gəldi Gəncədən bura gələndə bilmədi ki, bunun üçün gəlmişəm. Statika komitəsinin yanında. Burada gözləyirdik, Dövlət Təşkilatı Xidməti əməkdaşları bizi saxladı. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.